Mən bir dostum var idi, mən onda Astaradaydım. Mənə zəng elədi, dedi, gəl Ərdəbilə. Nə əcəb? Dedi, gəl Ərdəbilə, qalanın danışarıq. Onda da belə telefonlar yoxdur, yaxı, rahat danışasan. İndi hərənin cibində 2-3 var. Da zəhmətlə telefonla danışmaq olurdu. Dedi, gəl qalanın danışarıq. Mən hiss elədim, nəsə var. Getdim. Getdim, dedi ki, bugün 3 dənə şəhid dəfn eləmişik Ərdəbildə. Mən gətirmişəm onları. O özü də oradan gəlmişdi, cəbhə bölgəsindən. Dedi, mən gətirdim onları. Dəfn elədik. Allah rəhmət eləsin bizim böyük alim, ağay mürəvvic İmam Cüməmiz idi. Dedi, onunla danışdım. Dedi ki, filan kəsə zəng elə, o gəlsin, bunların məclisində o mənbərə geçsin. Bunların məclisində bir alim ki, mənbərə çıxmalıdır, o mənbərə geçsin. Dedim, mən təklif elədim, o da qəbul etdi. Dedim, nə əcəb, şəhərdə bir belə alim, bir belə. Dedi ki, o məndən siqə qardaşdır. O. Dedi, istədim bu feyz sənə nəsib ola. Dedi, o gecə ki, heç kim bilmir, gecə yarısı 2-də hücuma geçəcəkdik biz. Düşmənin əleyhinə. Aşura günüdür, axşamı. Sabah aşura olacaq. Hər əməliyyatın bir adı var idi, o əməliyyatın adı Müslüm ibn Əqil idi. Deyir, biz 40 nəfər onların komandiri mən idim. Hər 40 nəfər bir komandir, hər kəs öz adamların 40 nəfərin hazırlayıb, deyib ki, gözləyin, əmir gələcək. Əmir gəldi, biz dayanmadan getməliyik. Deyir, amma saatı mən bilirdim, onlara deməmişdim, biz bilirdik. Təxminən gecə saat 12 idi, gördüm bunların ikisi gəlib məni oyatdılar. Nə var? Dedi ki, dur. Nə olub? Dedi, 3 nəfər, bilirəm, mən yazmışam bunu. Xatirələrimdə, adlarını da bilirəm, harda dəfn olublar bilirəm, kimin balalarıdır onu da bilirəm, haralıdılar onu da bilirəm. Dedi, onun biri yuxuda görür ki, İmam Hüseyin əleyhissalam gəlir bunun yuxusuna, deyir, bu gecə siz hücum edəcəksiniz. Hamı sağ salamat qaydacaq 3 nəfərdən başqa. O 3 nəfər bunlardır, adların deyir. Deyir, biri sənsən, biri də o, biri də o birisi. Onları da oyat, danış onlara, bilsinlər, eşqlə gəlsinlər, bilsinlər kimə qonaq gəlirlər. Sabah gecə mənə qonaqsız. Deyir, bu yuxudan ayılır, görür, hə, düzdür. Həmin adlar mənim yanımda, mənim dostumdur, o adı ki deyir, ağlayır, onun birini oyadır. O bunun ağlamağına durur. Gəlirlər bunu oyadırlar ki, bu məsələni biz danışaq ya danışmayaq. O da deyir, yox, danışın. O birisini də çağırın, deyir, onu da çağırdılar. Mən bunlarla öpüşdüm, görüşdüm. Bunlar məni öpdülər, mən bunları öpdüm. İltimas-ı dua, ağıya salam buyurun. Ondan sonra deyiblər durdular, dəstəmaz aldılar, hazırlaşdılar da yatmadılar. Sən olsaydın yatardın. Deyiblər səcdə eləyir, rükû eləyir, mən baxıram bunlara, ağlayıram, təəssürlə. Ta saatın vaxtında əmir gəldi. Getdi, fəth elədik, qələbə çaldıq, necə demişdi, o cürdə oldu.
37 nəfər salamat qayıtdı, o 3 nəfər şəhid oldu, 3'ü də. Görürsən, bax, bu mənəviyyətlə gedirdilər. Bu mənəviyyətlə qələbə çalmaq olar. Bu mənəviyyətlə məqsədə çatmaq olar. İmam Hüseyni ağlamağın izzəti var, insana əzəməti var. Bəzi adam bilmir, elə bilir ki, bunlar boş söhbətlərdir. Mollalar özləri üçün çörək qazanmaq üçün söz tapıblar. Ondan sonra deyir, yaxşı, onda biraz ağlasaq filan yeri alarıq. Sən ağlasan yox. O cür ağlasan yox. İmam Hüseyin ağanı yoxlamaq üçün ağlasan yox. Eşqlə ağlasan, həqiqətlə ağlasan, həqiqətə çatmaq məqsədi ilə ağlasan, əlbəttə ki, alarsan. Ağay Moğlay onların biriydi. Onların biriydi yox, onlarda eşq yaradırdı. Onlarda şuur yaradırdı.